Yumuşalıb ki çörək. Yumuşalıb hə. Yəqin ki buradakı bu mayonezlə yumurtanın qarışdığı qarışımı yumuşalıb çörəyi. Çıxdı. Əslində buraya mən kommentariyada cavab yazdım. Sonra gördüm ki, başqa izləyicilər də ona cavab veriblər ki, mən də eyni vəziyyətdəyəm də, yəni. İstədim buna bir dənə video çəkəm. Öz təcrübəmi bölüşəm. Mən də işdən çıxandan sonra o vəziyyətdəydim. Heç bir işə yaramadığımı, kim olduğumu, nə olduğumu, nə olmadığımı bilmək istəmirdim, bilmirdim də. Tək bildiyim o idi ki, artıq müəllim kimi işləmək istəmirəm. İstəmirdim sadəcə. Mən də bax aylarla, hətta uzun aylarla, yəni uzun aylar dediyim də hardasa 5, 6, 7 ay belə daha çox çəkdi. Yerimdə yatırdım, düşündüm ki, neyniyim? Elə bir işlə məşğul olmaq istəyirdim ki, o iş mənim sevdiyim iş olsun. Evdə olsun, xoşuma gələn olsun, zövq alım, həyəcanlandırsın məni. Belə gəldim bu işə. Tapdım, nəysə ortalığa bir şey çıxartdım, o heç. Deməyim odur ki, bəzən biz deyirik ki, yəni o pis vəziyyətdir də, depressiyaya düşmək işdən sonra. Necə? Çünki iş elə bir şeydir ki, həyatımızın bir parçasıdır. İşləməsək ölərik. Yəni işləməsək necə pul qazanıb yaşaya bilərik də. Ona görə dedim ki, ruhdan düşməyin. Sadəcə özünüzə zaman verin, düzələcək.